Allah Təbarək və Teala'nın gözəl adlarından biri də Alimun adıdır. Bu ad Qur'an-ı Kərimdə təqribən 162 dəfə istifadə olunub və əksər yerlərdə, bir neçə yer istisna olmaqla, əksər yerlərdə Allah Təbarək və Teala'nın adı və sifəti kimi işlənib. Alimin mənası, yəni daimi elm olan, subut, bilirsiniz də, ərəb dilində bir dənə bab var, bir dənə forma var, alim, sifət müşəbbəhə deyərlər ona və sabitliyi, daimiliyi bildirir. Yəni, Allah Təbarək və Teala'nın elmi sabitdir və daimidir. Elm, bilirsiniz, zati sifətlərdəndir. Allahın zati sifəti olduğunu görə bu elm də Allahda daimidir. Və həmçinin digər sifətlər, biz inşallah növbəti yazılarımızda, çəkilişlərimizdə buna işarə edəcəyik. Təqribən elə bu alim sifətinə qayıdır.